Salam hər kəsə. Bu gün Nərgiz Nəcəf 250 sınavın birinci sınavın izahı ilə tanış olacaq. Ondan əvvəl qeyd etmək istərdim ki, bizim yay hazırlıqlarımız mövcuddur. Hazırlıqlarımızla bağlı məlumat istəyənlər bu nömrə ilə əlaqə saxlasınlar və hazırlıqlarımıza qoşula bilərlər. İndi baxaq sualların izahına. Başlayaq birinci sualdan. Birinci sualda bizdən istəyir. Choose the compound nouns. Mürəkkəb isimləri seçin. Compound ingilis dilində mürəkkəb deməkdir. Aha. Deməli, A variantında classroom ilk söz iki sözün birləşməsindən ibarət olduğuna görə mürəkkəbdir. İkinci söz importance. Burada anci şəkilçisi var ki, bu sufiksdir, yəni düzəltmə isim düzəldir. Ona görə A variantını variantlardan çıxarıq. B variantına nəzər yetirdiyimiz zaman ice cream mürəkkəb isimdir. İki sözün ice və cream sözlərinin birləşməsindən ibarətdir. Policeman mürəkkəb isimdir. Traffic light mürəkkəb isimdir. Doğru cavabımız olacaq B variantı. Qeyd edək. C variantına nəzər yetirdiyimiz zaman tez bir şəkildə tuyarizm sözündəki izm şəkilçisinə görə C variantını da çıxarıq. Worker sözündəki el şəkilçisinə görə D variantını da çıxarıq. Y variantında isə ative şəkilçisinə görə Y variantını da çıxarıq. Keçək ikinci sualın izahına. İkinci sualda yenə bizdən compound nouns'u istəyir. A variantına baxdığımız zaman snowstorm mürəkkəb isimdir. Snow qar, storm fırtına iki sözün birləşməsindən ibarətdir. Payday, pay ödəniş deməkdir, day gün deməkdir. Yenə iki sözün birləşməsindən ibarətdir. Independence-dakı NC şəkilçisi sufiksdir və düzəltmə isim düzəltdiyinə görə A variantını variantlardan çıxarıq. B variantına baxdığımız zaman road yol, side tərəf iki sözün birləşməsindən ibarətdir. Mürəkkəb isimdir. Handwriting. Hand əl, writing yazı deməkdir. Yenə iki sözün birləşməsindən ibarətdir. Lecturer-də əri gördüyümüz zaman mühazirəçi deməkdir və düzəltmə ismi olduğuna görə B variantını da çıxarıq. C variantına baxdığımız zaman introduction-dakı deməli ion şəkilçisini görürük və düzəltmə ismi olduğuna görə bunu da çıxarıq. D variantı bizim doğru cavabımızdır. Hər biri iki sözün birləşməsindən ibarətdir. Y variantına baxdığımız zaman writer-dəki er şəkilçisinə görə Y variantını da variantlardan çıxarıq. Üçüncü suala baxdığımız zaman choose the compound nouns. Yenə mürəkkəb isimləri istəyir. Underground, metro deməkdir. İki sözün birləşməsindən ibarətdir. Birinci variantımız düzdür. Championship-dəki ship şəkilçisi düzəltmə isim yaratdığına görə iki variantlardan çıxarıq. Üçə baxdığımız zaman information-dakı ion şəkilçisi düzəltmə isim yaratdığına görə üçü də variantlardan çıxarıq. Sunset günün batmağı deməkdir və iki sözdən ibarətdir. Dördü əlavə edərik variantlara. Oil field neft sahəsi deməkdir. Oil və field sözlərindən ibarətdir. Beşi də götürərik. Anniversary-dəki sadə isim olduğuna görə altını da variantlardan çıxarıq. Deməli, doğru cavabımız oldu 1, 4, 5, C variantı. Dördüncü suala baxarıq. Bizdən yenə mürəkkəb isimləri istəyir. Compound nouns. Evolution-dakı ion şəkilçisi bildiyimiz kimi düzəltmə ismi yaratdığına görə biri variantlardan çıxarıq. İkinci variantdakı deməli, ikinciyə baxdığımız zaman box office düzəltmə, daha doğrusu mürəkkəb isim olduğuna görə 2-yi də götürərik. Hairbrush mürəkkəb isimdir, 3-ü də götürərik. Penny mürəkkəb isimdir, 4-ü də götürərik. Cavab olacaq D variantı. Industry sənaye sadə sözdür, 5-də variantlardan çıxarıq. 5-də deyək choose the compound nouns. Yenə mürəkkəb isimləri seçməyimiz tələb olunur. A variantında liderdə el şəkilçisi düzəltmə ismi yaradır. Length'da th düzəltmə ismi yaradır. Payment'da ment sufiks düzəltmə isim yaradır. C-yi də çıxarıq. D variantında ion şəkilçisi var. Düzəltmə ismi yaradır. D-yi də çıxarıq. Y variantı bizim doğru cavabımız olacaq. 6-ya baxdığımız zaman yenə compound nouns istəyir bizdən. Birinci doğrudur. Groundwater, yeraltı su, iki sözün birləşməsi. Friendship, ship düzəltmə söz yaradır. Worship, deməli, shipdə iki məsələ var, əziz şagirdlər. Ship şəkilçisi həm düzəltmə isim yarada bilər, həm də mürəkkəb isimləri yarada bilər.
Artıq bu worship olduğunda ship gəmi mənası verdiyinə görə bu düzəltmə ismi olacaq. 3-ü də götürəcək. Sales woman satıcı qadın 5 də düzdür. 2 sözün birləşməsi. Foundation'da ion şəkilçisi var. 4-ü variantlardan çıxarıq. 1, 3, 5 doğru cavabımız B variantı olacaq. 7-ci suala baxdığımız zaman burada choose the compound nouns deyir. Bizdən düzəltmə ismini 7-ci suala baxdığımız zaman choose the compound nouns yenə mürəkkəb isimlər istəyir. Boyfriend mürəkkəb isimdir, 2 sözün birləşməsi. Composition düzəltmədir. Forehead, fo qabaq, head isə baş deməkdir. 3-cü də düzdür. Rainbow, rain yağış, bow isə əyri deməkdir. 4 də düzdür. Conductorda or şəkilçisi olduğuna görə bu düzəltmə ismi yaradır. 5-i variantlardan çıxarıq. Difficulty-də düzəltmə ismi olduğuna görə 6-yı da çıxarıq. Doğru cavabımız olacaq 1, 3, 5 Y variantı. 8-ci suala baxaq. Choose the compound nouns. Mürəkkəb isimləri seçin. Prediction, prognose, ion şəkilçisi var. 1-i çıxarıq. Businessman 2 düzdür, 2 sözün birləşməsindən ibarətdir. Tourist düzəltmədir. Seaman mürəkkəbdir. Winner er şəkilçisi olduğuna görə düzəltmədir. Workroom isə mürəkkəb sözdür. Deməli, doğru cavabımız olacaq 2, 4, 6. Baxaq görək hansı variantdadır. Aha, deməli, doğru cavabımız olacaq D variantıdır. Yəni, uşaqlar fikir verməzsiniz buna, çünki PDF-i screen edən zaman bu yazılarda düşmüş olub. Hər nəysə. 9-cu suala baxaq. Choose the line of derivative nouns. Aha, artıq bizdən düzəltmə isimləri tələb edir. A variantında darkness. Ness bildiyimiz kimi sufiksdir, düzəltmə ismi yaradır. Remedy isə sadə sözdür. Ona görə A variantını çıxarıq. Admittance-dakı anca şəkilçisi düzəltmə ismi yaradır, amma sitting room mürəkkəb olduğuna görə B-yi də çıxarıq. Tourist düzəltmədir, childhood düzəltmədir, election-da düzəltmə olduğuna görə C variantı bizim doğru cavabımız olacaq. Winner qalib düzəltmə isimdir, honest də düzəltmə isimdir, amma futbol mürəkkəbdir, D-yi çıxarıq. Y variantında isə suffix sözü özü sadə söz olduğuna görə Y-ni də variantlardan çıxarıq. 10-cu suala baxdığımız zaman burada yenə derivative nouns istəyir bizdən, düzəltmə isimləri istəyir. A variantına baxdığımız zaman ion şəkilçisindən librarian A variantında düzdür. Heroism qəhrəmanlıq düzdür. Agreement düzdür. A variantı bizim doğru cavabımız olacaq. Digərlərinə baxdığımız zaman chairman mürəkkəbdir. Freedom, daha doğrusu düzəltməli 1 dəqiqə. Certificate sadə söz olduğuna görə C-yi də çıxarıq. D variantında benefit sadə söz olduğuna görə D-ni də çıxarıq. Y variantında gentleman mürəkkəb olduğuna görə Y-ni də variantlardan çıxarıq. 11-ci suala baxdığımız zaman bizdən tələb edir ki, choose the line of simple nouns, sadə isimlər cərgəsini seçək. A variantında actor, burada or şəkilçisi var, A-nı çıxarıq. Airmail mürəkkəbdir, B-ni də çıxarıq. Harbor liman sadə sözdür, kitchen sadə sözdür, bottle sadə sözdür. C variantı bizim doğru cavabımız olacaq. D variantına baxdığımız zaman end şəkilçisini, Y variantına baxdığımız zaman isə mürəkkəb sözü, cloakroom sözünü görürük. D və Y variantlarını çıxaq. Doğru cavabımız C variantı olmalıdır. 12-ci suala baxdığımız zaman choose the nouns deyir. Bizdən artıq isimləri seçməyimizi tələb edir. Birinciyə baxdığımız zaman Oz şəkilçisi daha çox sifət düzəldir. Ona görə biri variantlardan çıxarıq. Generosity isimdir. İsim düzəldən suffix düzəlib. Examiner imtahan götürən 3 də düzdür. Friendly səmimi deməkdir və gördüyümüz kimi ly artırılıb. Bu sifətdir. 4-ü də çıxarıq. Pressure təzyiq isimdir. 5 doğrudur. Exhausted yorulmuş, taqətdən düşmüş. Sifət olduğuna görə 6-nı da variantlardan çıxarıq. Doğru cavabımız olacaq 2, 3, 5 Y variantı. 13-cü suala baxdığımız zaman yenə bizdən isimləri seçməyimiz tələb olunur. Dediyim kimi, Oz şəkilçisi daha çox sifət yaradır. Ona görə biri çıxarıq. Security təhlükəsizlik 2 doğrudur. Picturesque mənzərəli deməkdir və sifətdir. 3-ü də çıxarıq. Prudent ehtiyatlı, tədbirli, ağırlı deməkdir. 4-ü də variantlardan çıxarıq. Polite nəzakətli, 5-i də variantlardan çıxarıq. Stepmother ögey ana deməkdir. Ona görə 6-cı fikirdə düzdür. Doğru cavabımız olacaq 3, 6, C variantı.
14-cü suala baxaq. Choose the derivative nouns. Düzəltmə isimləri seçin. Gardener, bağban. 1. Düzdür, düzəltmə isimdir. Expense, xərc, israf. Sadə isimdir. 2. Səhvdir. Sportsman, mürəkkəbdir. Flashlight, mürəkkəbdir. Waiter, ofisiant deməkdir və düzəltmə isimdir. Çünki el şəkilçisi var. Düzdür. Sweatshirtdəki mürəkkəb isim olduğuna görə altın da variantlardan çıxarıq. Doğru cavabımız olacaq 1-3C variantı. 15-də deyir ki, choose a pair of noun forming suffix, yəni isim düzəldən sufiksləri seçməyimiz tələb olunur bizdən. Və burada C variantı tez gözümüzə batmalıdır. Çünki t-yi və izm daha çox isim yaradan sufikslərdir. Ona görə C variantı doğru cavabımız olacaq. 16-cı suala baxdığımız zaman which suffix forms nouns from the words dark and lazy? Bildiyimiz kimi bu nes çəkicisidir. Darkness olanda qaranlıq, laziness olanda isə tənbəllik düzəldir. B variantı bizim doğru cavabımız olacaqdır. Aha, indi biz buradan 17-ci sualın izahı ilə tanış olaq. Burada deyir dom şəkilçisi hansı isimləri artırılır və düzəltmə söz yaradır. Sədən nis artırılır, sədnis qəmginlik olur. Ona görə bir yanlışdır. Kingə dom artırıla bilir, kingdom krallıq olur. Ona görə 2-ni doğru götürərik. Freedom azadlıq, 3-ü də götürərik. Wisdom ağıl, dərrakə. Yəni isim düzəldir. Ona görə 4-ü də götürərik. Liderə ship şəkilçisi artırıla bilər. Child'a da hood şəkilçisi artırıla bilər. Ona görə doğru cavabımız 2, 3, 4 C variantı olacaqdır. 18-ci suala baxdığımız zaman which suffix forms nouns from the words poet and host? Bildiyimiz kimi poetess və hostess. İkisi də isim yaradır. S çəkicisi ilə biri və qadın cinsini bildirir. Daha çox ona görə doğru cavabımız C variantı olacaq. Deməli, diff və long sözlərinə hansı şəkilçisi artırmalıdır? Bildiyimiz kimi deep'ə th artıranda depth dərinlik, long'a isə th artıranda length uzunluq olduğuna görə B variantı doğru cavabımız olacaq. 20-ci suala baxdığımız zaman invention birinci doğru götürərik. Çünki invention ixtira deməkdir və inventor düz götürə bilərik. Çünki ixtiraçı deməkdir. C variantı bizim doğru cavabımız olacaq. Sağ olun, salamat qalın. Növbəti sınaqların izahı kanalda paylaşılacaq. Ona görə izləmədə qalmağınız tövsiyə olunur.